Həyətimdəki toyuqlara yumurtlamaları üçün vaxt verib söz vermişdim ki, sizi kəsməyəcəm. KFC-nin ləzzətli toyuq stripslərini KFC-yə getmədən evdə hazırlamaq üçün Zaqtalaya, bazarlıq etmək və endirimlərdən yararlanmaq üçün buradakı bazar stora yollandım. Hazırlayacağım yemək üçün lazım olan məhsulların hamısını endirimlə aldım. Qohumum Emil də buradaydı. Filenin qiyməti 9 manatdan 7 manata düşmüşdü. Aziz, hoş geldin. Salam aleyküm. Aleykümselam. Necəsən? Nə var, nə? Yüzlərlə məhsulda endirim var idi. İstədim pampers alım, sonra yadıma düşdü ki, subayam, nə arvad var, nə də uşaq. Yeni ilin vazgeçilməz rəmzi olan paytaxt salatı üçün lazım olan mayonez və yaşıl noğud da endirimli məhsullar sırasında idi. Paltar yumaq üçün istifadə etdiyimiz yuyucu tozlarda böyük endirim var idi. 39 manatdan düşüb 17 manata. Endirim 99 manatdan 79 manata düşmüşdü. Yumurta almadım, çünki toyuqlara etdiyim jestdən sonra Abırhayaya gəlib 2-3 dənəsi yumurtlamışdı. Fileni uzun formada doğradıqdan sonra başqa qaba un, yumurta, duz və paprikanı əlavə edib qarışdırdım. Sonra ətləri atıb yaxşıca qarışdırdıqdan sonra pankolayıb atdım yağ dolu tavada bişmağa. Hazırladığım toyuq stripslərindən daha çox naggetsə oxşadı. Mənə və hazırlayacaq olanlara nuş, qarnımız tox olsun. Növbəti vloqlarda görüşənədək.